Ona görə şərqdə deyirdilər ki, ölməmişdən əvvəl öl. Bu qorxunu öldürmək üçündür. Öl, bir dəfəlik qorxu içsin səndə. Sən qorxa-qorxa yaradıcılıqla məşğul ola bilməyəcəksən. Sənin bütün yaradıcılığın ölüm qorxusunu ifadə eləyəcək. Kafkanın bütün yaradıcılığı mənim heç xoşuma gəlmir. Adamlar var, tərifləyirlər. Gogolin yaradıcılığı xoşuma gəlmir. Dostoyevskinin yaradıcılığı xoşuma gəlmir. Çünki orada ölüm qorxusunu aşan heç nə yoxdur. Orada əbədiyyətin qoxusu gəlmir. Nəğməsiz eşidilmir. Başqa yazıçılar var ki, özünü dərkdə çox irəliyə gediblər. Onları oxumaq lazımdır. Onların hər sətrinin arxasında, məsələn, Tolstoyun əsərlərinin, çox əsərlərinin, bəzi onun əsərləri var, çox qaranlıq, belə qarışıq bir ruhda yazılıbdır. Kreyser sonatası kimi tutalım. Amma normalda əksər əsərlərini çox sağlam yazıbdır və onun dərkinin ifadəsidir. Ona görə hər bir yazar öz dərki ilə bölüşür. Bizdə bu söhbət tez-tez sanır, deyir, yazara baxma, deyir, əsərlərinə bax. Sənin əsərlərin səndən danışır, əzizim. Özünü danışır, bəli. Səndən danışır, sənin hər cümlən səndən danışır. Təcrübəsini bölüşür. Sənin təcrübəndən danışır. Nələrə bulaşmısan, nələrdən keçmisən, sənin hər sözün, hər sətrin səndən danışır. Sən özün manifestasiyasısan. Hələ bunu başa düşməmsən, əsərin arxasında gizlənmək istəyirsən. Bu cür sadə bir həqiqətdir. Ona görə də əgər yazar gəlib həqiqətə çatmayıbsa, onun yazmağa haqqı yoxdur. Çünki o xəstəlik yayır, o qorxusunu yayır. O adamları qorxudur. Və qorxu da, yenə deyirəm, bu özünü dərklə bağlıdır və həqiqətin dərki ilə bağlıdır ki, məsələn, bütün nağıllar əslində qorxunu əritmək üçün mövcuddur. Bütün qədim nağıllar, uşaqlar niyə görə nağıl danışan da ataları, anaları ola yuxulayıb yatırdılar. İşin birinci tərəfidir ki, insan səsi işıqdır, o qorxunu əridir. Məsələn, podkastlara olan maraq da oradandır. İnsanlar qoyurlar podkasta, qulaq asırlar, çünki insan səsində işıq var. O səsin içində olan ruhları dincəlir. İkinci məsələ budur ki, o babalar, nənələrin danışdığı nağıllarda xeyir həmişə şərə qalib gəlirdi. Qorxu burada da yenilirdi. İnsanları qorxudurlar, bir də bilirsin nə ilə Fuad müəllim? İnsanlara deyirlər ki, şər işləyir. Mənim gəncliyimdə eşitdiyim ən böyük qorxulu hekayələr buydu. Bilirsən, rüşvət işləyir. Yerlibazlıq işləyir. Ədalətsizlik işləyir. Mənim xeyli vaxtım getdi ki, bu qorxuları yeni başa düşdüm ki, müşahidələr elədim ki, işləmirmiş. Bütün zalimların sonu gəlib çatırmış. Bütün yalançıların sonu gəlib çatırmış. Və mənim qorxularım bu ilə azad olmağa başladı ki, bu dünya qorxulu bir yer deyil, ədalətli bir yerdir. Ədalətli bir yerdə ancaq günahı olan qorxar. Ancaq sürəkli olaraq günah toplayan qorxudan azad olmaz. Ona görə xeyir əməllər eləmək ki, bütün dinlər deyir, o adamı həm də qorxudan müalicə edir. İnsan səhvdən, bilməyərəkdən topladığı günahların özü fərqindədir. Bizim hər birimiz fərqindəyik nə qədər qələt eləmişik. Amma əgər biz durmadan xeyir əməllər eləyiriksə, biz həm də bu qorxunun hakimiyyətindən azad olmuş oluruq. Biz ədalətə ümidliyik axı. Ədalətə ümidli olanların qorxusu azalır. Ona görə o söhbət ki, danışırlar. Mən uşaq olanda dostlardan, tanışlardan deyirlər, valla oxumanın xeyri yox deyə, valla burada kimin pulu var, o işləyir. Bu həyat belədir. Görəcəksən, məyus olacaqsan sən. Mənə deyirdilər bunu. Deyirdim, elə bir dəfəlik açıq deyin ki, ədalət işləmir də. Elə açıq deyin ki, Allah yoxdur bu dünyada. Allah yoxdursa bu dünya çox qorxulu yerdir. Bu dünyanı şeytan idarə edirsə, bu dünya çox qorxulu yerdir. Dinlər isə əslində çox dərin bir mesajdır. İnsanların ona görə dinlərə ehtiyacı var. O qorxuya görə ki, qorxmayın. Bu dünyanı Allah idarə edir. Mərhəmətli və rəhimli birisi idarə edir. Və ədalətli birisi idarə edir. Sizi heç kimin günahına görə cəzalandırmayacaqlar. Sizi günahsız cəzaya məruz qoymayacaqlar. Burası elə bir yer deyil.